çıxır. Həmcins olub olmadığını tapmağa. Əmimin qızı, oğlu bizə gəlmişdi. Burada isə evin, çölün, divarı rənglənmişdi. Bax, bu belə bir formada iki cümləni bir müəllimə izah elədi. O qayda ilə dedi. Məsələn, qaydanı mən kimi müəllim başa düşür, uşaq belə tuta bilmir. Mən qayda ilə deməyəcəm. Bax, burada əmimin qızı. Axı, biz cümlədə mənsubə şəkilsi sözün təkcə işlənə biləcəyini demişik. Bax, gəlmişdi. Hara deyilik, kimə deyilik bunu? Bizə. Kim? Əmimin qızı. Kim? Oğlu. Oğlu tək işlənə bilər da, mənsubə şəkilçilidir. Yəni, bu buna aid olsa da, bu olmasa da təkcə işlənə bilər. Oğlu bizə gəlmişdi, deyə bilərəm. Düzdür? Qardaşı bizə gəlmişdi. Fikrim sənə aydındır. Mənsubə şəkilsi sözlər tək işlənə bilər. Ona görə bunlar həmcins mübtədadır. Və bu gəlmişdilər olur. Bu təkcə işlənə bildiyinə görə. Amma bura bax indi. Rənglənmişdi. Bax, evin, çölün divarı. Tutaq ki, mən bu evini ayırdım, çölün divarını götürdüm. Mübtəda, hə? Bu evin olacaq axı haranın ya nəyin? Bizim də haranın, nəyin, kimin suallarına cavab verən cümlə özümüz yoxdur. Bu məcbur bununla bir gedəcək. Çünki kimin, nəyin, haranın sualına cavab verən cümlə özümüz yoxdur. Ona görə bununla gedəcək, amma bunlar ayrılacaq. Aydın oldu.